Bərdə heyvan bazarı yenidən fəaliyyətə başlayıb. Regionun iri bazarlarından biri olan Bərdə heyvan bazarı bundan sonra yeni qaydalarla fəaliyyət göstərəcək. Bazara giriş qiymətləri dəyişməsə də satış üçün yeni tələblər qoyulub. Çardaqlar tikili fəal şərait arasında var, xalxalı var, yüzmal. Bağlamağa ehtiyac yoxdur, mallar öz yerindədir, hamısı. Qiymətlər həmişə kimidir. Dəyişiklik yoxdur. Hələ endirim var ki, yəni güzəşt eləyirlər, hər güzəştləri bizə eləyirlər. Əlimizdə malımız, zadımız qalanda da hamısına güzəşt eləyirlər. Satıcılar deyirlər ki, bugün satış istənilən səviyyədə olmayıb. Bayram ərəfəsində canlanma gözlənilir. Qiymətlərin inməsi isə gözlənilmir. Mal bazarının açılması ətin qiymətinə təsir edə bilərsiniz? Eləyə bilər. Bəli, düşməklə bağlı təsir eləyəcək. Məsələn, girişdə, çıxışda nətər, ödəniş nətər, dəyişiklik var yoxsa? Yox, köhnə qiymətlərdir. Qeyd edək ki, 14 rayondan olan fermerlər heyvan satmaq üçün bu bazara üst tuturlar. 1800 baş iri buynuzlu, 2600 baş xırda buynuzlu heyvan üçün şərait yaradılıb. Bazara daxil olan şübhəli heyvanlar üçün izolyator sahə ayrılıb.